Gününüz xeyirli olsun uşaqlar. 8-ci sinif şagirdləri üçün 5.3 mövzusunun istilik tarazlığı, temperatur şkalaları mövzusunun tapşırıqların izahına baxmış olacaq. Amma dərsə keçid etməzdən əvvəl hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz uşaqlar. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Başlayaq dərsimizə. Öyrəndiklərinizi tətbiq edin hissəsində burada birinci sualın izahı verilib sizə və buna görə vaxt itirmək istəmirəm. Keçəyim burada məsələyə və məsələni sizinlə birlikdə müzakirə edək. Məsələdə nə deyir? Nigar valideynləri ilə İstanbuldan qış tətilindən qayıdırdı. O təyyarədəki ekranda uçuşun 10.000 metr yüksəklikdə və təyyarə bortundan kənarda temperaturun -58 Selsi olduğunu oxudu. Təyyarə Bakı Beynəlxalq Hava Limanında eniş etdikdə şəhərdə temperaturun müsbət 12 Selsi olduğu elan edildi. Nigar fikrində atmosferin yuxarı qatlarında temperaturla Bakıdakı temperatur fərqini həm Selsi, həm Franheit, həm də Kelvin şkalaları ilə hesablamağa başladı. Temperatur fərqini hesablamaqda Nigar'a kömək edə bilərsinizmi? Gəlin Nigar'a kömək edək və bu temperatur şkalalarını birlikdə hesablayaq. Baxaq uşaqlar. Deməli deyir ki, atmosferin yuxarı hissəsində temperatur olub -58. Ona görə yazaraq yuxarı hissəsinə T1 bərabərdir -58 Selsi. Aşağı hissəsində isə müsbət 12 Selsi olub. Ona görə T2 bərabərdir 12 Selsi. Bax buna yazdım. İndi temperaturlar fərqini soruşursa, hər üç şkala üzrə tapacaq da burada. Ona görə Selsi şkalası üzrə tapsaq, delta T'miz bərabərdir. T2 minus T1. Bu da bərabərdir. T2'miz nə qədərdir? 12 minus 1 də -58'e. Buradan da taparıq ki, bərabərdir. 12 plus 58 edəcək 60, 70. Demək ki, 70 Selsi temperaturlar fərqi var imiş. Bunu indi tapdıq Selsiyə görə. Selsi. İndi bir də istəyir bizdən Franheit, daha sonra Kelvinə görə tapmalı. Deməli, indi ikinci hissəyə keçməliyik. Burada isə deyir ki, Franheitə. İndi biz Selsini Franheitə çevirməliyik. Bunun üçün T1 və T2'ni ayrı-ayrılıqda Franheitə çevirib, sonra temperaturlar fərqini hesablamalıyıq. Franheitə çevirmə, yəni Selsidən Franheitə keçmə düsturumuz necə idi? T Franheit bərabər idi. T Selsi vurulsun 5'də 9, üzərinə gəlsin 32. Bax bu şəkildə idi. İndi gəlin bir-bir yazaq yerinə. Bir dəfə T1 üçün, sonra T2 üçün yazaq, yerinə qoyaq. T1 Franheitimiz bərabərdir. T Selsi, T Selsi'nin qiymətini yerinə qoyun. T Selsi'nin qiyməti olacaq -58 vurulsun 5'də 9. Üzərinə gəlsin 32. Sonra T2 Franheit bərabərdir. Bu dəfə də 12'ni qoyacaq. 12 vurulsun 5'də 9. Üzərinə gəlsin 32. İndi delta T Franheit'i tapmaq üçün delta T Franheit bərabərdir T2 minus T1. Bu da bərabərdir. T2'miz nə qədərdir ki? 12'də, deməli 12 vurulsun 5'də 9, üzərinə gəlsin 32. Çıxılsın. Bir də mənfimiz var da burada. Mənfisi ilə 58 vurulsun 5'də 9. Bir də burada çıxılsın gəlir artıq. Çıxılsın 32 bərabər olacaq. Bu müsbət 32, digəri isə -32. Bunlar ixtisar gedir. Amma bunlar isə qalır yerində. Yazım buradan. Yuxarı hissəyə keçsəm. Yaxşı, buradan yazım, sonra keçərəm yuxarı hissəyə. Yerdə nə qalır? 12 vurulsun 5'də 9. Üzərinə gəlinsin. 58 vurulsun 5'də 9. Baxın, bunun ardını indi yuxarıdan yazacağım uşaqlar. Qarışılmasın. Bunun ardı gələcək bax bura.
Buradan yazıram. Başlayaq. Hə, deməli uşaqlar, burada gəlin 5-də 9-u çıxardaq orta məxrəcə. 5-də 9-u çıxartdım orta məxrəcə. Delta T yazım qabağında qarışdırmayaq. Delta T Franheyt bərabərdir. 5-də 9-u çıxarsam orta məxrəc yerdə nə qalır? 12 plus 58 qalır. Sonra delta T Franheyt bərabərdir. 5'te 9 vurulsun. 13'ün üstüne 58 gələndə eləcək 70. Yəni bunu da ixtisarımıza aparsaq burada qalacaq 14. Yəni 9'u vuracam 14'ə. 90, 36, 126. 126 Fahrenheit. Demək ki, temperaturlar fərqimiz niyə bərabər imiş? 126 Fahrenheit-ə bərabər imiş. Yəni bu şəkildə artıq biz həll edib tapa bilirik uşaqlar. Deməli, məsələnin məğzu nədən ibarət oldu? Biz əvvəlcə 1-1 bunları Fahrenheit-ə çevirdik. T1 üçün, T2 üçün. Sonra delta T Fahrenheit tapdıq. Delta T Fahrenheit də T2-dən T1-i çıxmaqdır. Sadəcə yerinə qoyub hesabladıq. Burada 32-lərimiz ixtisar getdi. Və normal riyaziyyatda tapşırığı necə həll edirsinizsə, o şəkildə həll edib tapmış oluruq. Bir də yaxşı Fahrenheit-də tapdıq, amma Kelvin də soruşur axı. Bəs Kelvin şkalası ilə hesabladıqda nə edəcək? Həmişə ümumiyyətlə yadınızda saxlayın ki, Kelvin şkalası ilə Selsius şkalasının temperaturlar fərqi bir-birinə bərabərdir. Həm bunu əslində sübut edə bilərik, həm də bir dəfəlik bunu bu şəkildə də yadınızda saxlaya bilərsiniz ki, delta T Selsi bərabərdir delta T Kelvinə. Yəni bunlar bir-birinə bərabər olduğu üçün, yəni delta T Selsimiz nə qədər idi? 70 idi. Demək ki, delta T Selsi bərabərdir 70 olduğuna görə, demək ki, delta T Kelvinimizdə 70 Kelvinə bərabərdir. Bunu necə sübut edərik? Gəlin sübut edək. Burada qalan hər birini silim o zaman. Delta əvvəlcə T1-imiz nə qədər imiş? Mənfi 58. T2-miz isə müsbət 12 Selsi idi. Düzdür? İndi bunu bir-bir Kelvinə çevirsək, T1 Kelvin üçün bərabərdir. Kelvinə keçirmə düsturumuz necədir? 273 plus Selsi. Yəni Selsimiz nə qədərdirsə o qədər. T1 Kelvin bərabərdir. 273 üzərinə gəlsin 58. Yəni mənfisi ilə 58. Bərabər olacaq. 273 yəni 273 çıxılsın 58 olacaq da. 273-dən 58 çıxsam edəcək 215. 215 Kelvin. Daha sonra indi T2-ni tapsam, T2 Kelvin bərabərdir. 273 üzərinə gəlsin. Müsbət olduğuna görə üzərinə gəlirəm. 12 bərabər olacaq. 285 Kelvinə. Bax, bunu da tapdıq. O zaman deltamızı tapsaq, delta T Kelvin bərabərdir. T2 çıxılsın T1-ə. Bu da bərabərdir. 285 çıxılsın 215. Bunu da çıxsam edəcək 70 Kelvin. Gördünüz uşaqlar? Yəni sübut edərək də tapa bilirik ki, delta T Kelvinimiz 70-ə bərabərdir. Amma belə yadınıza saxlayın, yəni bu qədər uzun uzadı getməyə də ehtiyac yoxdur. Yolunu bilin, yəni yolunu bilməyiniz vacibdir. Amma məsələ həllində sizə bir neçə ipuçlar da lazım olur ki, bu qədər uzun uzadı yazmadan bir dəfəlik keçid nöqtələrini bilməsiniz. Və bunu yadınızda saxlayın ki, delta T Selsi hər zaman bərabərdir delta T Kelvinə. Belə, bu şəkildə sizinlə bu məsələni uzun uzadı izah etmiş olduq. Keçək indi öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində məsələni bu şəkildə verib ki, kənddəki su hövzəsinin səthi qalın buz təbəqəsi ilə örtülmüşdür. Havanın temperaturu mənfi 18 Selsidir. Buz təbəqəsinin üst səthinin T temperaturu alt səthinin, yəni T alt temperaturuna nəyə bərabərdir? Yəni üst səthinin temperaturu ilə alt səthinin temperaturu nə qədər olar? Bunu balanslaşdırmağı bizdən
istəyib. Burada uşaqlar istilik tarazlığına görə -18 selsi və buzun aşağı təbəqəsində suyun 0 selsi olduğunu bilirik. Və sual yarana bilər ki, aşağı təbəqələrdə su niyə donmur? Çünki buz çox qalın olduğuna görə istilik yaxşı keçirmədiyindən izolyasiya rolunu oynayır və suyun aşağı hissələrini donmaqdan qoruyur və oradakı canlıların tələf olmaması şərait yaratmış olur. Yəni buradan belə bir nəticəyə gəlirik ki, o zaman buzun yuxarı hissəsində 18 selsi, aşağı hissəsində isə 0 selsi olur. Yəni burada C variantına uyğun gəldi. İkinci suala da baxaq. Şəkildəki şkalada müxtəlif sayda bölgüləri olan civəli K, L və spirtli M və N termometrləri təsvir edilmişdir. Yerin qütblərində bunlardan hansı ən həssas termometr kimi istifadə edilə bilər? Məsələyə fikir verin uşaqlar. Burada bizə deyir ki, yerin qütbləri necə yerdir? Çox soyuq. Yəni orada temperatur çox aşağıdır. Demək ki, mən elə bir termometrdən istifadə etməliyəm ki, o termometr daha gec donmağa meyilli olsun. Çünki bizə deyir, ən həssas termometr kimi hansını istifadə edə bilərəm. Demək ki, gec donan bir termometr götürməliyəm. Bu birinci. İkincisi də həssaslıq nə vaxt yüksək ola bilər? Bölgülər daha çox olsun. Yəni termometrin bölgüləri nə qədər çox olarsa, həmin termometr daha çox həssas olacaq. İndi fikir verək uşaqlar. Deməli, mən götürməliyəm daha gec donan civəli termometr verib və spirtli termometr verib. Bunlardan hansı gec donur? Təbii ki, spirt. Spirt təqribən -114 selsi temperaturda donduğu halda civə isə -39 selsi temperatur aralığında donur. Deməli, mən burada civəli termometr yox, spirtli termometr seçəcəm. Bəs necə termometri götürüm? 100 bölgülü yoxsa 80 bölgülü? Dediyimiz kimi bölgülərin sayı, yəni şkalaların sayı nə qədər çox olarsa, termometr o qədər çox həssas olacaq. Deməli, mən daha çox bölgüsü olan şkala kimi M termometrini götürə bilərəm. M termometri də olacaq C variantında. Belə uşaqlar sizinlə bu şəkildə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqları izah etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər.